Data modelin interfeysini araşdırmaq üçün satışlarla bağlı olan proyekti yenidən açmışam. Data modelin interfeysini müəyyən sahələrə ayıra bilərik. Gördüyünüz kimi yuxarıda müxtəlif tablar və onların kateqoriyaları mövcuddur. Sol hissədə Report View, Data View və Model View hissələri yerləşir. Mərkəzi hissədə hesabat, sağda isə vizualizasiya növləri və Fields, yəni sahələr bölməsində modelimizdə olan cədvəllər və onların sütunları yerləşir. Ən yuxarıdakı düymə Report View, yəni hesabat görünüşüdür. O müəyyən hesabat üçün cari vizualizasiyanı bizə göstərir. Ondan aşağıda isə Data View, yəni məlumat görünüşü yerləşmişdir. Bura daxil olaraq biz dataları görüntüləyirik. Hal-hazırda əlimizdə datalar yoxdur. Bir cədvələ klik edirəm və həmin datalar qarşımıza çıxmış olur. Son olaraq model və ya relationship view hissəsi var. Bura daxil olduqda biz cədvəllər arasındakı əlaqələri görüntüləyə bilirik. Gördüyünüz kimi burada iki cədvəl arasında əlaqə yaradılmışdır. Model view hissəsində cədvəl və sütun adlarının, həmçinin sahələr, yəni fields hissəsinin olduğunu görürük. Biz Data View hissəsinə də geçsək, sahələri orada görə biləcəyik. Digər tərəfdən Report View hissəsində də sağ tərəfdə sahələr qarşımıza çıxacaq. Məsələn, hesabat görünüşündə hansısa vizualı mən seçsəm, onunla qarşılıqlı əlaqə qura bilirəm. Həmçinin sütunları sahələrdən də əlavə edə bilirik. Məsələn, kateqoriyaya klik etsək, kateqoriya gördüyünüz kimi aksesimizə əlavə edilmiş oldu. Eyni şeyi biz bayaq Data View hissəsində də gördük. İlk başda biz Data View hissəsinə girdikdə datalar qarşımıza çıxmırdı. Lakin Fields hissəsindən rəqəmlər adlı cədvələ klik etdikdə mərkəz hissədə datalar qarşımıza çıxmış oldu. Model View hissəsində sahələr və Properties, yəni xüsusiyyətlər adlı sütunlarımız vardır. Yenidən Report View hissəsinə qayıdaq. Gördüyünüz kimi burada filtrlər, vizualizasiyalar və sahələr adlı 3 sütunumuz var. Filtrlər hissəsindən ilk vizualizasiyamızı yaradanda istifadə etmişdik. Əgər yadınızdadırsa. Filtrlərdən istifadə edərək vizualizasiyamızda nələri filtrləməli olduğumuzu seçə bilərik. Filtrlər bölməsinin yanında vizualizasiyalar vardır. Buradan biz istədiyimiz vizual növü hesabatımıza daxil edə bilərik. Boyar olana işarəsinə daxil olduqda vizualizasiyaları formatlamaq mümkündür. Buradan dataların rəngi, şrift ölçüləri, kateqoriya etiketləri və digər xüsusiyyətlərlə bağlı işlər görə bilərik. Bu üç görünüş haqqında ümumi məlumatlara artıq sahib olduğumuzu düşünürəm. Bir qədər də lenta, yəni ribbon haqqında danışa bilərik. Burada lenta üzərində çoxlu tablar və onların kateqoriyaları olduğunu görmək mümkündür. Hansısa bir vizualizasiya üzərinə klik etsəm, məsələn, məhsul kateqoriya üzərinə klik edirəm, gördüyünüz kimi yuxarıda iki əlavə tab yaranmış oldu. Format və Data and Drill. Burada vizualizasiya seçimini ləğv etsək, həmin tablar da yox olmuş olacaq. Mən boş bir sahədə klik edirəm. 2 dəfə klik etdikdə həmin tablar da yoxa çıxmış olur. Həmçinin Data View hissəsində hansısa bir sütuna klik etsək, məsəl üçün qazanc adlı sütuna klik etsək, qarşımıza yeni bir tab Column Tools çıxmış oldu. Model View hissəsində 3 tab, yəni Home, Help və External Tools adlı tablar mövcuddur. Home tabı əsas xüsusiyyətləri özündə birləşdirir. Data kateqoriyası vasitəsilə yeni bir data mənbəyə qoşula bilirik. Həmçinin Data View hissəsinə də geçsək, orada da Home tabında demək olar ki, eyni şeyləri görmüş olacaq. Bu dediklərim Report View hissəsinə də aiddir. Bu hissədə də Home tabındakı xüsusiyyətlər digərləri ilə eynilik təşkil edir. Home tabındakı Insert kateqoriyası, gördüyünüz Insert kateqoriyası, həmçinin Insert tabı
digər nə data view hissəsində, nə də model view hissəsində yoxdur. Çünki biz vizualizasiyaları yalnız report view hissəsində həyata keçirə bilirik. Ona görə də bunlar qeyd etdiyim kimi data view və model view hissəsində yoxdur. Calculations kateqoriyası həm data view hissəsində mövcuddur, həm də report view hissəsində mövcuddur. Son olaraq, sol yuxarı küncdə 3 işarəyə diqqət edək. Onlardan istifadə edərək biz ən son əməliyyatı geri ala və ya əksini edə bilərik. Həmçinin save işarəsi ilə hesabatı save etmək də mümkündür. Fayl tabına daxil olaraq həm tənzimləmələr edə, həm də proyekti save edə bilərik. Digər tərəfdən import-export işləri proyektimizin paylaşılması ilə bağlı və digər mənbələrə qoşulmaqla bağlı düymələrimiz də burada mövcuddur. Bununla biz data modelinin interfeysini ilk mərhələdə araşdırmış olduq. Növbəti dərslərdə görüşənədək.